Salam, efirdə xəbərlərdir. Son günlər Azərbaycan mətbuatında kazinolarla bağlı çoxsaylı məlumatlar yayılır. Azərbaycan Yəhudi mediası xəbər verir ki, mətbuatda yayılan xəbərlərdə Azərbaycanda kazinoların yenidən fəaliyyətə başlamasının ölkəyə gəlir gətirəcəyi barədə məlumatlar verilir. Qeyd edək ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə isə bir çox insan kazinoların yenidən fəaliyyətə başlamasının sosial problemləri artıracağından narahatdır. Narazı olanların əsas argumenti budur ki, kazinoların yayılması ilə qumar asılılığı riski artır. Bu, ailə münasibətlərinə, psixoloji sağlamlığa və şəxsi maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Qumar oyunlarının aludə olan şəxslər ailələrində maddi və mənəvi çətinliklər yarada bilərlər. Borclanma, ailə münaqişələri, boşanmalar və hətta cinayət halları baş verə bilər. Bir çox ölkələrin təcrübəsində kazinoların olduğu yerlərdə fırıldaqçılıq, borc vermə adı ilə qanunsuz fəaliyyətlər və digər cinayətlər müşahidə olunur. Eyni zamanda bəzi insanlar belə hesab edirlər ki, Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır və İslam dinində qumar haram sayılır. Bu baxımdan kazinoların açılmasının dini və mənəvi dəyərlərə zidd olduğunu fikirləşirlər. Kazinolarla bağlı ən ciddi problem isə çirkli pulların yuyulması ilə bağlı narahatlıqlardır. Əksər mütəxəssislər kazinoların çirkli pulların yuyulması üçün ən əlverişli vəsait olduğu qənaətindədirlər. Bildirirlər ki, kazinolarda əsas ödəniş vasitəsi adətən nağd pullar olur. Cinayət yolu ilə əldə olunan pullar asanlıqla fişlərə, yəni oyun çiplərinə çevrilə bilər. Sonra həmin çiplərlə çox az oynanılır və qalan hissə qazanc adı altında geri alınır. Bu yolla şəxs həmin vəsaiti bank köçürməsi və ya çeklə rəsmiləşdirə bilir. Hətta bəzi hallarda kazinolar kredit vermək adı ilə kölgə bank rolunu oynayır. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.